Birinci sualımıza baxarıq. 2, 3, 4, 5, 6 hər rəqəmdən bir dəfə istifadə etməklə 3-ə qalıqsız bölünən 3 rəqəmli ədədlərin sayını tapın. Baxın, bu sualda xırda bir nüans var. Bu nüansı biləndən sonra sualı işləmək çox rahatdır. Əgər bir ədəd 3-ə qalıqsız bölünürsə, həmin ədədin rəqəmlərinin cəmi 3-ə qalıqsız bölünür. Misal üçün 120-ni götürərəm. Özümüzdən bir ədəd götürək. Baxın, 120 3-ə bölünür. 120-nin rəqəmlərinin cəmini topladığımız zaman 3 eləyir. Bu da 3-ə qalıqsız bölünür. O zaman bizə verilən rəqəmlərdən gəlin 3 rəqəm ədəd yaratmağa çalışaq. Deməli, biz buradan 2, 3, 4-ü götürsək əgər 2, 3 və 4. Baxın, rəqəmlərin cəmi eləyir burada 9. Bu 3-ə qalıqsız bölünür. Bəs yaxşı, biz bir dənə 234 deyə ədədini götürdük. Eyni zamanda verilmiş ədədin rəqəmlərinin yerini dəyişib başqa bir 3 rəqəmi də yarada bilirik. O zaman belə yadımıza saxlayırıq ki, əgər hər hansı bir 3 rəqəmdən hər birindən bir dəfə istifadə etməklə yeni bir 3 rəqəmini yaradırıqsa, burada yaranan 3 rəqəmli ədədlərin sayı 6-ya bərabər olur. Misal üçün, gəlin baxın, yazıram diqqətlə. 234, 243. Eyni zamanda biz burada yarada bilərik 342, 324. Daha sonra 432 və 423 ədədlərini yaratmış oluruq. Yəni, yaranan ədədlərin sayı baxın 6-ya bərabər oldu. Onda bunu qısa şəkildə gəlin bir yerdə həll edək. Deməli, 234-dən yarada bildik. Yaranan ədədlərin sayı 6 oldu. Daha sonra biz buradan baxın 3, 4, 5-i götürsək, rəqəmlərin cəmi eləyir 12. Bu da 3-ə qalıqsız bölünür. 3, 4, 5-i yazsaq, yenə biz buradan 6-dan 3 rəqəmli ədəd yarada bilirik. 4, 5, 6-nı götürsək, rəqəmlərin cəmi eləyir 15. Bu da 3-ə qalıqsız bölünür. Burada da yenə biz 6-dan 3 rəqəmli ədəd yarada bilirik. Və biz buradan 2, 4 və 6-nı götürsək, rəqəmlərin cəmi 12 eləyir. Bu da 3-ə qalıqsız bölünür. Yəni, biz burada 6 dənə ədəd yarada bilirik. Onda ümumi ədədlərin sayı nə qədər oldu? 6, 6, 6, 6. Yəni, 4 vuraq 6, alındı 24, B variantı. Keçərik ikinci sualımıza. Turalla Samirin hər biri bərabər ölçülü düzbucaqlı formalı vərəq əllərində tutublar. Tural bu düzbucaqlının 4 tərəfindən 3-ünü toplayıb. 2 dənə düzbucaqlı çəkirəm buradan. Birincisi Turalın düzbucaqlısı olsun. Deyilməsən Turalın düzbucaqlısı. Yuxarıdan qeyd edək. Bu Turalın düzbucaqlısı. Bir də Samirin düzbucaqlısını çəkək buradan. İkisi eyni düzbucaqlıdır. Və bunların eni və uzunluğu özümüz deyək hərflərlə qeyd edək. Misal üçün A, A. Uzunluqları isə B və B. Eyni ilə aşağıda bir-birinə bərabər olduğu kimi, burada da enləri bir-birinə bərabərdir və uzunluqları da bir-birinə bərabərdir. Bunu qeyd elədik. İndi görək bizə nə deyir? Tural bu düzbucaqlının 4 tərəfindən 3-ünü toplayıb. Baxın, bu düzbucaqlının 4 tərəfindən istənilən 3-ünü götürürəm. Misal üçün A və B-ni götürürəm. A plus A plus B və neçə alıbdır? Tural alıb 20. Eynisini Samir edibdir, amma fərqli 3 tərəfini götürübdür. Misal üçün B, B, A-nı götürürəm buradan da. B plus B plus A. Samir isə burada alıbdır 22. Burada artıq belə bir sistem tənlik yarandı. Bunların tərəf-tərəfə hər birini toplasam, A, 2A plus A eləyər 3A. Plus B, B, B. Alınar burada 3B. Bərabərdir 42-yə. Və biz bunların hər tərəfini 3-ə bölsək, alaraq A plus B bərabərdir 14-ə. Bunu tapandan sonra isə A-nı, B-ni tapmaq bizim üçün çox rahatdır. Baxın, burada A plus B-nin yerinə 14 yazsaq, tək A-nın 6 olduğu görünür. A-mız da 6-ya bərabərdir, o zaman B-miz də olur 8. Bizdən soruşur ki, həmin düzbucaqlının sahəsini tapın. Eni 6-dır, uzunluğu 8-dir.
Sahəsi nə idi? Eni vuraq uzunluğu. 6 vuraq 8 alınır 48. Keçək 3-cü sualımıza. Saat məsələsidir. Çox rahat bir. Saat 08:30-dur. Saatın saat və dəqiqə əqrəbləri arasındakı bucaq neçədir? Sadə bir düsturdur. Modulda 11 vuraq D minus 60 vuraq S modulumuzu bağladıq. Bölək 2. Bizim D'miz nəyi bildirir? Dəqiqanı bildirir. Yəni 30'u. S'imiz isə saatı bildirir. Yəni 8'i. O zaman 11 vuraq 30 yenə modulda yazırıq. Minus 60 vuraq 8. Bölək 2. 11'i 30'a vuranda 330 alınır. 68'də vuranda 480 edir. 480'in 330 çıxaram alınır 150. 2'ye böldüyümüz zaman alınır 75. Cavabımız olar D variantı. Burada mən sizə xırda bir nüans deyim. Bəzi halda tələbələr düsturu hesablayırlar, amma aldıqları ədəd cavablı olmur. Baxın, saatın dəqiqə və saat əqrəbi arasında 2 bucaq var. Belə bir saat çəksəm, misal üçün deyək, bu saat əqrəbidir. Bu isə dəqiqə əqrəbidir. Bunlar arasında 2 dənə bucaq var. Bir kör bucaq var. Bir dənə daxildəki iti bucaq var. Əgər tapdığınız cavab yoxdursa, həmin cavab, misal üçün siz tapmışsınız iti bucağı, amma baxırsınız ki, cavabda yoxdur tapdığınız cavab. O zaman 360'dan həmin iti bucağı çıxırsınız və kör bucağı tapmış olursunuz. Yox, əgər cavabda kör bucağı tapmışsınızsa, düsturda qoyub, amma baxırsınız ki, cavabda kiçik bucaqlardır. O zaman yenə 360'dan bu böyük bucağı çıxırsınız, daxildəki iti bucağı tapmış olursunuz. Baxarıq 4-cü sualımıza. Səyahət üçün 7 turist qrupu var. Baxın, yazıram buradan. 1, 2, 3, 4, 5, 6 və 7. Hər qrupdakı qadın sayı digər qruplardakı uşaq sayına bərabərdir. Misal üçün, özümdən götürürəm. 3-cü qrupdakı qadın sayı digər qruplardakı uşaq sayına bərabərdir. Digər neçə qrupum var? 1, 2, 3, 4, 5, 6 qrupum var. Deməli, onda qadın sayı bərabərdir. 6 vuraq uşaq sayına. Daha sonra bizə nə deyir? Hər qrupdakı uşaq sayı. Misal üçün, 5-ci qrupdakı uşaq sayı digər qruplardakı kişi sayına bərabər. Digər neçə qrupum var? 1, 2, 3, 4, 5, 6 dənə başqa qrupum var. Onda burada uşaq sayı da bərabərdir 6 kişiyə. Və mən götürürəm, buradakı uşağın yerinə 6 kişi yazıram. Alınır 6 vuraq 6 kişi, yəni 36 kişini almış olduq. Sonra bizə nə deyir? Ümumi səyahət edən adam sayı. Ümumi səyahət edən kimlərdir? Qadınlar, uşaqlar və kişilər. Adam sayı 170'dən kiçik cüt ədəddir. Yəni bu cəm kiçik olmalıdır 170'dən. O zaman qadının yerinə 36 kişi yazsaq, uşağın yerinə 6 kişi yazsaq, bir dənə orada özümüzdə kişi qalıbdır, kiçikdir 170'dən. Ümumi kişilərin sayı oldu 36, 6, bir də K. Neçələdir bizdə? Bu elədir 43K. 43K kiçik olmalıdır 170'dən. Biz burada K'nın yerinə qiymət verməliyik. K'nın yerinə 1 qiymət verəndə ümumi səyahət edənlərin sayı olur 43. K'nın yerinə 2 qiymət verəndə ümumi səyahət edənlərin sayı olur 86. 3 qiymət verəndə 43 vuraq 3 alınır 129. 4 qiymətini verdiyimiz zaman artıq 170 gedir. Bu 170'dən böyük olur. Deməli, bizim 3 dənə ehtimalımız var. Bizdə amma məsələ deyir ki, cüt ədəddir. Yəni, bu 3 ehtimaldan hansı cüt ədəddir? Əlbəttə ki, 86. Deməli, cavabımız olur B variantı.